1967-ci ilin soyuq 1 aprel gecəsi Vladimir Mixayloviç Komarov bildirdi ki, ertəsi gün kosmosa qalxması onun son uçuşu ola bilər. Soyuz 1 kosmik gəmisində yüzlərlə texniki nasazlıq vardı və hamı bilirdi ki, bu uçuş təhlükəlidir. Amma təzyiq böyük idi. Proqram dayanmalı değildi və Komarov da geri çəkilmədi. Uçuş başladığı anda hər şey sakit görünürdü. Lakin kosmik gəmiyə çatanda problemlər dərhal bir-bir üzə çıxmağa başladı. Günəş panellərindən biri açılmadı. Gəmi elektrik çatışmazlığına düşdü. Soyuz idarə olunmaz şəkildə fırlanmağa başladı. Komarov radioda bunu sakit səslə bildirirdi. Amma sözlərinin arxasında gizlənən gərginlik hiss olunurdu. O bilirdi ki, vəziyyət pisdir. Saatlar keçdikcə gəmi fırlanma sürətinə görə nəzarətdən çıxırdı. Yer idarə etməsi dəhşət içində nə edəcəklərini düşünürdü. Komarovun özünün də ayaqları və başı kabinenin divarlarına çırpılırdı. Lakin o yenə də sakitliklə işləməyə davam edirdi. Nəhayət geri dönüş əmri verildi. Bu onun son ümidi idi. Paraşüt sistemi açılmalı və Soyuz yavaşlayaraq yerə enməli idi. Amma ən kritik anda, ən vacib mexanizmdə ən qorxulan baş verdi. Paraşüt açılmadı. Komarov bunu hiss edən kimi qısa bir sükut oldu. Sonra radiosu fasilələrlə xışıltı verdi. Ehtiyat paraşüt açılmağa çalışdı, amma əsas paraşütə dolaşaraq tam işə düşmədi. Soyuz kapsulu 7 kilometr hündürlükdən ağır bir metal parçası kimi düşməyə başladı. Bu an Komarovun son radio mesajı qeydə alındı. Şahidlər deyir ki, onun səsi qəzəb, qorxu və ümidsizlik içində idi. O qışqırırdı, çünki o bu uçuşun belə bitəcəyini əvvəlcədən bilirdi və heç nə edə bilmirdi. Dəqiq sözlər heç vaxt rəsmi açıqlanmadı, lakin tarixçilər bildirirlər ki, o həm sistemə, həm rəhbərliyə, həm də nəyə çevrilmiş taleyinə qarşı qəzəbini ifadə edirdi. Soyuz kapsulu yerə 3000 dərəcəli istiliklə çırpılanda, içəridə olan hər şey bir anda yanıb kül oldu. Xilas etmə komandası hadisə yerinə çatanda, kapsulun içərisində Komarovun yalnız kömürləşmiş, tanınmaz hala düşmüş qalıqları qalmışdı. Onun son uçuşu həm Sovet kosmik proqramının ən böyük faciəsi, həm də kosmos tarixinin ən ürək sızladan hadisələrindən biri kimi yadda qaldı. Vladimir Mixayloviç Komarov sağ qalacağını bilə-bilə deyil, öləcəyini bilə-bilə kosmosa gedən ilk və yeganə insandır. Bu fakt hadisəni daha da tükürpərtici və insanın içini sızladan edir. Rəna Rövşən qızı, Fikrət Qədimli, BTV.